Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Həyatın digər qayğılarından vaxt ayırıb mənim danışdığım qayğıları dinlədiyiniz üçün də sizə xüsusilə təşəkkür edirəm və ümid edirəm ki, mən sizləri yormuram. Amma istəyirəm ki, bu mövzudan uzaqlaşım, başqa məsələləri gündəmə gətirim, gündəmdə olan məsələlərin davamını izləyim, amma olmur ki, olmur. Bir türlü mənə imkan vermirlər. Bir neçə gün bundan əvvəl liseydə bir şagird müəllimini güllələdi. Ondan əvvəlki gündə 12 yaşlı uşaq 7 yaşlı uşağı 19 yerindən bıçaqladı. O da ondan əvvəl əmi vərasət üstündə, mal-mülk üstündə 2 dənə qardaşının övladını bıçaqladı. Sonra əmi getdi, həbsxanada öldü. Hər şey trajikomedi. Aləm deyib bir-birinə, Azərbaycanda hər kəs mafiya kimi danışır, mafiya kimi hərəkət edir. Adicə burada bir məsələ müzakirə edəndə görürəm ki, elə şərhlərdə də bəzi insanlar fake hesabların altında özünü mafyoz kimi aparır. Məsələ, ölkədə pensiyalar artdı, insanlar bu pensiyadan razıdırmı? Əmək haqqlarının artışı oldu, insanlar bu əmək haqqlarının artışından razıdırmı? Sosial vəziyyət nə yerdədir, kiralar nə qədər artıb, evlərin qiyməti necədir, insanlar maaşından razıdırmı, işsizlik durumu nə yerdədir, gənclərin təhsili, eğitimi bunlar nə yerdədir, bunları müzakirə eləyəcəyimizə səhər tezdən gözümü açıram ki, mesaj qutuma hardasa 5 səhifəlik mesaj gəlib. Bu mesajda Qazax 85 adlı bir izləyici məni ağ yuyub qara sərib, ondan sonra da bütün Qarabağlıları ağ yuyub qara sərib. Mən heç bir şey demirəm. Zaten bununla bağlı rəsmi olaraq gərəkən yerlərə müraciət edəcəm. Artıq danışıqlara başlamışam. Mövzu hansısa bir fake hesabın ya fake hesab altında şəklini gizləyən, adını gizlədən bir insanın mənə söyməsi, Qarabağlıları, məcburi köçkünləri söyməsi, onları namussuz, qeyrətsiz adlandırması deyil. Zaten ismi cismi olmayan bir insanın fikrini ciddiyə almaq da istəmirəm. Amma biz bunlara nə qədər dəli kimi qeyri-ciddi yanaşdıqca bunların sayı artacaq. İmkan vermirlər ki, Azərbaycan özünün digər dərdlərini ağlasın. Bu həm də mənə elə gəlir ki, bu məcburi köçkün Qarabağ məsələləri bu sıradan bir məsələ deyil. Bu bilinçli şəkildə ortaya atılmış məsələdir. Fikir vermisinizmi? Bu məsələ Ramiz Mehdiyevin həbsindən sonra ortaya çıxdı. Bəlkə deyəcəksiniz ki, hər şey onunla bağlayırsınız. Xeyr, mən ümumiyyətlə Ramiz Mehdiyevin adını ilk dəfə çəkirəm. Hansısa bir çıxışımda, hansısa bir yazımda. Çünki hər zaman həbs olunan, tutulan, gedən insanların haqqında danışmamağı tərcih etmişəm.